İçərisində qaz olan kolba maye manometrlə birləşdirilmişdir. Kolba su olan qaba salındıqdan sonra manometrin göstəricisi necə dəyişir? Aha. Deməli, birinci halda hələ kolba suya salınmayıb, yəni su olan qaba salınmayıb. İndi baxırıq birinci halda buradan tarazı xəttini çəkirəm. İndi burada təsir göstərir, ağzı açıq qabda. Buradan atmosfer təzyiqi P0 təsir göstərir. Digər tərəfdən də qaz var deyə qazın təzyiqi var, düzdürmü? Qaz təzyiq göstərir buradan da. Bunu da yazıram, P qaz. Onda birinci halda tarazlıq şərtini yazsaq, qazın təzyiqi ilə atmosfer təzyiqi bir-birini tarazlaşdırır. Bunu yazdıq. Birinci halda P qaz bərabərdir P0. İndi keçirim ikinci hala. İkinci halda nə baş verir? Burada ikinci halda mayenin aşağı səviyyəsindən mən tarazlıq xəttini çəkirəm belə. Çəkdik. Burada H qədər maye sütunu var. H, hündürlüyü H olan və buradan qazın təzyiqi var, P qaz. Buradan ρGH, həmin maye təbəqəsinin göstərdiyi təzyiq. Buradan da var P0 atmosfer təzyiqi, çünki qabın ağzı açıqdır. İndi tarazlıq şərtini yazıram. P qaz üstəgəl ρGH bərabər olur P0. Yəni buradan göstərilən təzyiq, buradan göstərilən təzyiqlərin cəminə bərabər olur, bir-birini tarazlaşdırır. Tarazlıq xəttinə əsasən yazıram bu tarazlıq şərtini. Deməli, qazın təzyiqi burada nəyə bərabər olur? P qaz bərabər olur P0 çıxılsın ρGH. Əvvəl qazın təzyiqi P0'dır. İkinci halda P0 çıx ρGH oldu. Yəni ρGH-ı çıxdı. Deməli, nə oldu? Qazın təzyiqi P qaz azaldı. Qazın təzyiqi azaldı. Deməli, bu səhvdir D variantı. Yəni, burada deyir qazın təzyiqi dəyişməyib. Amma biz gördük ki, qazın təzyiqi azalıb. Sonra, baxıram burada qazın həcmi necə dəyişib. Qaz əvvəl bu qədər həcmi tuturdu. Biz indi elə bu tarazlıq xəttini uzadırıq. Uzatdıq. Deməli, burada əvvəl qaz bu qədər həcm tuturdu. İndi artıq görürük ki, qazın həcmi baxın bu qədər geriyə çəkilib. Yəni burada maye var. Ona görə də qazın həcmi, tutduğu həcm azalıb. Nə qədər? Bu qədər. Deməli, qazın həcmi nə edib? Azalıb. Bunu bildik. Qazın həcmi azalıbsa, V qaz azalıbsa, verilmiş, yəni burada qazın kütləsi dəyişməyib. Niyə? Çünki qaz buradan mayeni tərk edib çölə çıxa bilər. Nə də ki, çöldən bura qaz daxil ola bilər də. Ona görə də qazın kütləsi də dəyişmir. M qaz dəyişmir. Bərabərdir konstant. Onda ρ üçün yaza bilərik də, ρ bərabərdir M bölünsün V deyildi. M dəyişmir, V azalıb. Onda ρ neynəyəcək? Artacaq. Deməli, Y variantı da səhvdir. Həmçinin C variantı da səhvdir. İndi deyir ki, qazın temperaturu azalmışdır. Mendeleyev Clapeyron tənliyini yazırıq. PV bərabərdir nÜRT. Yəni, M bölünsün M, RT ilə yazaq. Burada qazın kütləsi dəyişmir, M onsuz da dəyişmir, molar kütlə, R universal qaz sabiti dəyişmir. Həm burada qazın təzyiqi azalıb, həm də həcmi azalıb. Onda nə olacaq? Temperatur da azalacaq, yəni B variantı.